Avtobusda siqaret çəkmə deyəndə sürücülərə onlar çəkirlər. Mən də cəmaata, oturan sərnişinlərə deyirəm ki, siz də dillənində görürsüz siqaret çəkir. Bir qadın, cavan bir qadın idi. Mənə dedi ki, nə mənası var ki, evimdəki də siqaret çəkir də, evdəkilər də siqaret çəkir. Ya burada çəkdilər, ya evdə çəkdilər. Mən ona dedim ki, sənin evindəki sənə hörmət eləmirsə, mənim nə günahım var? İndi sənin evindəki sənə hörmət eləmirsə, mən də onun yerinə zəhərlənməliyəm. Bax, əsl kişilər heç vaxt əsl kişi, ailəsinə hörmət eləyən kişi, ailəsini sevən kişi, özünü sevən kişi heç vaxt siqaret çəkməz, araq içməz. Çünki birinci siqaret, araq onun öz canına ziyandır. Yəni öz canını yeyir, içərdən yeyir. Öz canına ziyandır. İkincisi də ailəsinə ziyandır. Yəni həyat yoldaşına, evdəki məsəl üçün çörək qazanandısa, pul qazanandısa o kişi, onun sağlamlığı lazımdır, onun ailəsinə. Birinci özünə lazımdır, sonra ailəsinə. Sağlam canla getsin, pul qazansın. Və əsl kişi heç vaxt evin içində, ailəsinin yanında, evdəkilərin yanında siqaret çəkməz. Çünki onun tüstüsü ən birinci onun yanında olanlara ziyandır. Onun tüstüsünü, siqaret çəkən öz tüstüsünü udur. Amma onun yanındakı olan isə həm o siqaret çəkənin tüstüsünü, zəhərini udur, həm də siqaretin tüstüsünü udur. Bax, öz ailəsinə, onun üçün mən indi belə qənaətə gəldim ki, yəni indi mənə çatır ki, o avtobusda ki, mən deyirəm ki, siqaret çəkmə və oradakılara deyirəm ki, bəs siz də dillənin, onlar öz ailələrində onlara hörmət eləmədikləri üçün onlar dillənmirlər, danışmırlar. Və həmin o avtobus sürücüləri də ki, əgər cəmiyyətdə elə siqaret çəkirlərsə, deməli, onlar da öz ailələrinə hörmət eləmirlər. Öz ailələrinin içində siqaret çəkirlər və onlara adi gəlir. Başa düşdünüz? Onlara adi gəlir. Onun üçün də çalışırlar ki, elə başa düşürlər ki, nə olar avtobusda cəmaatın içində siqaret çəkmək. Öz ailəsinə hörmət eləmir bu. Mən belə artıq başa düşürəm. Və ya o kişilər, məsəl üçün, o kişilər ki, danışmırlar avtobuslarda. Hətta bir kişi dedi ki, orada görürsünüz, mən çəkəndə görürsünüz, kişilər də gəlib, əgər ona kişi demək olarsa, gəlib mənə etiraz bildirir ki, qoy çəksin, imkan verginən çəksin. Çünki özü öz ailəsinə hörmət eləmir. Bax, onun üçün bu vəziyyətə qalmışıq. Öz ailəsinə hörmət edən kişi heç vaxt ailəsinin içində, yenə deyirəm, siqaret çəkməz, araq içməz. Onun özünün, birinci özünə canının sağlamlığı lazımdır, sonra ailəsinə. Başa düşdünüz? Yəni, onun üçün bu günlərə qalmışıq. Ailəsinə hörmət eləməyən insan, indi qadınlar da, bəzi qadınlar çoxalıblar artıq, qadınlar da siqaret çəkirlər. Ailəsinə hörmət eləməyən insan cəmiyyətdə heç kimə hörmət eləyə bilməz. Başa düşdünüz? Hər şey birinci ailədən başlayır. O deyirlər, ataların gözəl bir sözü var ki, deyir, uşaq ailənin güzgüsüdür. Tək uşaq ailənin güzgüsü deyil. Elə böyüklər də ailənin güzgüsüdür. Yəni, ailədə necə davranırlarsa, cəmiyyətdə də elə davranırlar. Cəmiyyətdə də elə hərəkət edirlər. Onun üçün də bütün insanlara, elə özüm qarşı hamısımıza səslənirik ki, biz özümüz öz ailəmizə hörmət eləməliyik. Başa düşdünüz? Elələri var ki, ailədə xoruzdur, çölə çıxanda fərədir. Hamıya hörmət edir, güya hörmət qoyur. Ailəvə hörmət eləcəksən, ay insan. Ailədə siqaret çəkmə. Ailədəkilər səni dillənmir, sən
o ailənin ya başçısı, ya övladı olduğu üçün dillənmirlər. Bəs sənin mədəniyyətinə nə gəlib? Bax, o avtobuslarda məsəl üçün şəhid ailələri gedir, qazilərimiz gedir. O şəhidlər gedəndə bizə tapşırırlar ailəsini ki, ay natiq, ay filan kəs, bax, mən sənin əvəzivə gedirəm, vətəni qoruyuram, mənim ailəm sənə əmanətdir. Bəs bizim vicdanımıza nə gəlib? O avtobus sürücüsü, o vicdansızlara, şəhid ailələrinin indi qanacaqları tərbiyələri ona yol vermir. Qazilərimizin qanacaqları tərbiyələri ona yol vermir. Bəs bu vicdansız, şəxsiyyətsiz o siqaret çəkən sürücülərin mədəniyyətləri harda qalıb? Çünki yoxdur. Çünki özləri ailələrinə tərbiyə vermirlər, özləri ailələrində siqaret çəkirlər, onun üçün də cəmiyyətdə çəkirlər. Başa düşdünüz? Əgər onlar, bax, elə avtobus sürücüləri var ki, doğrudan da mən onlara hörmət edirəm. Siqaret çəkəndir, amma avtobusun içində, cəmiyyətdə mən neçə vaxtdır getmişəm, neçə vaxtdır görürəm, o insanlar doğrudan da hörmət eləyirlər. Ona hörmət edirəm, heç vaxt avtobusda siqaret çəkmir. Başa düşdünüz? Çünki öz ailəsinə hörmət edir. Çünki öz ailəsinin içində o adam siqaret çəkməyib. Öz ailəsinə hörmət eləyən cəmiyyətdə də hörmət edir. Cəmiyyətdəkilərə də hörmət edir. Hər şey ailədən başlayır. Başa düşdünüz? Hər bir şey, hər bir insan bir ailədən çıxır. Ailə tərbiyəsizdirsə, o da tərbiyəsiz kimi pöhrələnir. O da tərbiyəsiz kimi inkişaf edir, tərbiyələnir. Başa düşdünüz? Ailə tərbiyəlidirsə, o da tərbiyəli kimi çıxır ortaya. Mən demirəm, mən tərbiyəliyəm. Mən demirəm, mən qanacaqlıyam. Amma mənim vicdanım qəbul eləmir ki, o avtobus sürücüləri oturub siqaret çəkələr avtobusun içində, orada şəhid ailəsi, şəhid qadını, şəhid qızı, şəhid oğlu o tüstünü qəbul eləyə, o tüstünü uda və ya qazi öz əzalarını, hansısa əzasını vətən uğrunda veribsə, niyə mən dillənməməliyəm, niyə mən danışmamalıyam? Mən öz üzərimə düşən, düzdür, pul cəhətdən mənim imkanım çatmasa da, bəs mənim qanacağıma nə gəlib? Niyə mən onu müdafiə eləməməliyəm? Lazım gəlsə müdafiə eləməliyəm. Lazım gəlsə, bəli, qulluğunda da dayanıram. Kiməsə kömək lazımdırsa, canla başla eləyirəm. Məni tanıyanlar bilirlər. Başa düşdünüz? Öz ailəmizə hörmət eləyək. Öz ailəmizə hörmət eləsək, öz ailəmizə qayğı göstərsək, cəmiyyətdə biz insanlara hörmət eləyirik. O artıq özümüzün içindən gəlir o hörmət. Ailədə hörmət görməyən insan cəmiyyətdə də hörmət eləmir heç kimə. Başa düşdünüz? Onun üçün də yenə deyirəm, gəlin öz ailəmizə birinci hörmət eləyək, öz ailəmizi sevək. O siqaret nə olan şeydir ki, çəkməyək də, mən çəkmirəm, ölürəm, bəyəm mənim problemim yoxdur, mən içmirəm, ölürəm, bəyəm mənim problemim, dərdim yoxdur, mənim də dərdim, özümə görə dərdim də var, problemlərim də çoxdur, amma canımı çox istəyirəm, nöş öz canıma ziyan eləməliyəm, nöş öz canımın düşməni olmalıyam, nöş mən ailəmin düşməni olmalıyam. O siqaret birinci mənim öz canıma ziyandır. O araq mənim birinci öz canıma ziyandır. O nəşə mənim canıma ziyandır. İkincisi də ailəmə ziyandır. Başa düşdünüz? Yenə deyirəm, ailəmizə həm hörmət eləyək, öz ailəmizə, həm də sevək. Öz ailəsinə hörmət eləyən kişi, öz ailəsini sevən kişi avtobuslarda, cəmiyyətdə siqaret çəkməz. Başa düşdünüz? Məni söyən insana mən də söyürəm. Bütün varidatının nə qədər varsa qız gəlinləri.
Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun. Keçmiş və gələcək videolarımı izləyin.